Salam əziz şagirdlər. Ötən ilki birinci qrupların blok imtahanında istifadə olunmuş belə bir suala baxaq. Sual həm bərabərsizliklər, həm də ki, ehtimalla əlaqəli bir sualdır. Kəsrli olunan ifadələrdə bilməliyik ki, məxrəc sıfırdan fərqli olmalıdır. O zaman yazacağıq ki, x plus 5 sıfırdan fərqlidir və buradan alırıq ki, x mənfi 5-dən fərqlidir. Digər tərəfdən surətə baxsaq, x kvadratı plus 2x minus 15. Bu kvadratik tənlikdə biz viyyətə görə kökləri araşdırsaq, x1 vurulsun x2 bərabərdir. Deməli, mənfi 15 alarıq və kökləri cəmini isə x1 plus x2 bərabərdir, mənfi 2 almış olarıq. Köklərin biri 3-dür, digəri isə mənfi 5-dir. Burada indi köklərdən istifadə edib vuruqları açsaq, alarıq ki, x çıxılsın 3 və x plus 5. Bu sıfırdan kiçik bərabər olmalıdır. Artıq məxrəci atıram, çünki məxrəcin şərtini yazmışam. Burada deməli, aralıqları təyin eləsək, mənfi 5-dir biri, mənfi 5-i almayacaq. Çünki sıfırdan fərqli olmalıdır o, məxrəcdə olduğuna görə. Və 3-ü alacaq ancaq. 3 aldığına görə də 3-ü tam qaralayırıq. Burada biz təyin eləsək, deməli, 3-dən böyük qiymət versək, müsbət, mənfi və bura müsbət olacaq. Yəni, mənfi 5 ilə 3 aralığı. Ancaq 3-ü alır, yəni yarım interval. Deməli, sualda nə idi? Bizdən soruşurdu ki, seçilmiş bir ədədin mənfi ədəd olmaması hadisəsinin ehtimalını tapın. Yəni, hansı aralıqlar düşür burada? Yəni, hansı qiymətlər olur? Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2 və 3. Bunlardır. Ümumi nə qədərdir? Ümumi 8 dənə halımız var burada. Ümumi 8 dənə halımız var və bizə mənfi olmaması. Mənfi olmaması deyirsə, o zaman mən götürəcəm 0, 1, 2 və 3-ü. Cəmsi 4 dənədir. Bu da bərabərdir 2-də 1-ə. Buradan da alıram 0,5. Yəni testimizin cavabı bizim oldu 0,5.